Salam əziz Azərbaycanlılar. Qahirə Universitetində tələbələrimdən biri bir gün belə bir sual verdi mənə. Müəllim, siz hər zaman Azərbaycani deyirsiniz, biz isə sizə Azəri deyirik. Azəri demək doğrudurmu? Mən uzun illərdir, yəni 25 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanlılarla və Azərbaycanla bağlı tədqiqat aparıram. Və bu sahədə bir neçə kitabı da təlif etdim. Çoxlu sayda həm Azərbaycan, həm ərəb dilində məqalələr yazdım. Qısa olaraq onu deyə bilərəm ki, ərəb mənbələrinin qrammatikasına uyğun olaraq mötəbər mənbələrin verdiyi məlumatlara dayanaraq, söykənərək deyə bilərəm ki, Azəri də Azərbaycanlıdır, Əzribi də Azərbaycanlıdır, Ədərbeycəni də Azərbaycanlıdır. Bunların dəlilləri nədir? Ərəb dilinə, qrammatikasına uyğun olaraq, əgər bir söz bir neçə sözdən ibarətdir, mürəkkəb sözdürsə, daha çox ərəb dilində o mürəkkəb sözün birinci hissəsinə mənsubiyyət şəkilçisi əlavə olunur. Mənsubiyyət şəkilçisi də ərəb dilində i və iyyədir. Azərbaycan sözü də Azər, bay, can sözündən ibarət olduğu üçün daha çox bizə Azəri deyiblər. Bunu da biz həm ərəblərdən də eşidirik, türklərdən də, farslardan da, hindlərdən, əsrlərdən bəri bizə Azəri deyiblər. Bunu da inanıram ki, ərəb dili bu ölkələrdə İslamla daha çox yayıldığı üçün daha çox buna görə bizə də Azəri deyiblər. Və eyni zamanda ərəb mənbələrində ta Peyğəmbər s.ə.v-in dönəmindən də belə Əs-Suful Ədribi, Azərbaycan yunu olaraq çox məşhur rivayətlər vardır. Eyni zamanda Ədribiyyə də çox məşhurdur. Əbu Ələ Məərri Xətib Təbrizinin müəllimidir. Qısa olaraq onun o hekayəni deyim sizə, rivayəti. Bir gün Xətib Təbrizi qonşusu ilə söhbət edir. Əbu Ələ Məərri soruşur ki, siz hansı dildə danışırsınız? Deyir ki, bilüğətil əzribiyyə. Biz əzribiyyə dilində danışırıq. Deyir, bu nə dildir? Xətib Təbrizi buyurur ki, lüğətu əhl-i Əzərbaycan. Lüğətu əhl-i Əzərbaycan. Yəni, Azərbaycan əhalisinin dilidir. Biz buradan da açıq-aşkar görürük ki, Azərbaycana mənsub eyni zamanda Əzribi və Əzribiyyədir. Bir də ki, tam Azərbaycan sözünün tam forması Ədərbeycəni, Ədərbeycəniyyə. Kişi cinsində i mənsubiyyət şəkilçisi əlavə olunur, qadın cinsində isə iyyə mənsubiyyət şəkilçisi əlavə olunur. Biz bunu ən mötəbər ərəb kitablarında görürük. İbn Mənzurun Lisan Arab kitabında görürük, İmam Zəbidinin Təcil Aruz kitabında görürük, İmam Həməvinin Mu'camul Buldan, İmam Ayninin kitabında, eyni zamanda başqa mənbələrdə də biz açıq-aşkar Əl-Ənsəb İmam Səm'anidə açıq-aşkar onlar deyirlər ki, Azərbaycana mənsub Əl-Əzəri, Əl-Əzribi, Əl-Ədərbeycənidir. Buna görə də elmi nöqtə nəzərdən baxanda uzun illər apardım tədqiqatın nəşrisi olaraq deyə bilərəm ki, Azərbaycana mənsub, Azərbaycanlı deyəndə daha çox Azəridir. İkinci Əzribi, üçüncüsü tam forması Ədərbeycəni demək hamısı doğrudur. Baxmayaraq ki, mən hər zaman tələbələrimə Əl-Ədərbeycəni sözünü tam formasını istifadə edirəm. Bir daha təşəkkür edirəm və hamıya uğurlar arzulayırım.